Şəki şəhərində möhtəşəm bir ev satılır. Deməli, ev kombinatdan yuxarıda Bağbanlar adlanan ərazidə yerləşir. 6 sot həyətdir, əsas yolun düz qırağındadır. Bu girişidir. Qapıdan girdiyimiz zaman belə bir yerdir evə getmək üçün. Deməli, həyətdə müxtəlif cür meyvə ağacları, yəni Şəkidə rastlaşdığımız meyvə ağacları yox. Azərbaycanın bir çox rayonlarından, xarici dövlətlərdən, İspaniya, Argentinadan gələn fərqli formada ağaclar var. Girən kimi bu hissədə Cavalı, burada Bakı incili deyilən bir incil, qabağımızda üzüm tənəkliyi, bu narıdır. Yəni həyətdə olan bütün ağaclar sortdur. Bizim gördüyümüz meyvələrdən fərqlidir dadı ilə. Bu armud ağacı, bu hissədə alma ağacı, burada gilas, öküz ürəyi gilası. Həyətində hər cürə meyvə ağacları mövcuddur. Belə qabağa gəldiyimiz zaman burada belə bir besetka ev budur. Yeni tikili evdir. Bu hissədə deməli belə bir böyük bir belə yer var. Buranı xeyir şər evi kimi, sklat kimi və ya fərqli məqsədlər üçün istifadə etmək olar. Böyükdür. Sərinliyi də yaxşıdır. Üstünün kornupol da var. Baş hissədə mətbəxdir. Yəni qazı, suyu, işığı, hər bir şey var. Belə böyük bir otaqdır. Bu hissədə də gürbəcür, sortbasort ağaclar. Bu solda gördüyümüz tikilinin üst örtüyü də dəmirdir. Evin bu hissəsində manqalxanası. Bura manqalxana, altında kömür qoymaq üçün yer. Bu hissədə əl yumaq üçün rakvina. Evin bu tərəfində həyətdə olan ayaq yolu. Deməli, bu tərəfdə yenə alma ağacları və burada badam. Evin bu tərəfində də yenə cavalı, albalı, zoğal ağacı və evin arx hissəsində bu tərəfdə sklat. Bu sklatın da hazırda içərisində veş olduğu üçün içərisini göstərə bilməyəcəm, amma arxasında böyük bir sklat var. Yəni ehtiyacları, həyətdə işlənən bir çox alətləri yığmaq üçün yaxşı bir yerdir. Kəndə var. Ev haqda da ev yeni tikili evdir. 6 kürsülüdür və kürsü dolduranıb. Kürsünün qalınlığı, yəni çay daşının eni qalınlığı 1 metrdən artıqdır. Möhtəşəm tikilən bir evdir. Üst örtüyü dəmirdir. Evin hər otağının aynası var və böyük aynalar qoyulub. İşıqlanması yaxşıdır. Gördüyümüz kimi aynalarda hamısında reşotka mövcuddur, reşotkaları var. Bura evə qalxan plənkəndir. Buranın da üst örtüyü var, üst örtülü.
Yanlar da böyle plastiklə bağlanıb ki, buralara yağış düşməsin. Hər şey düşünülüb bu evdə. Qalxdığımız zaman plastik qapı və seyf qapı. Bura girdiyimiz zaman ümumi bir xoldur. Altı taxta. Evin hündürlüyü 3 metrdir. Ümumilikdə 3 otaq, hamam, ayaq yolu və mətbəxdən ibarət evdir. Evdə kombi sistemi də var. Hamam və ayaq yolu ayrıdır. Hal-hazırda bura zal. Bu zal hissəsi səliqəlidir, hündürlüyü yaxşıdır. Bu pəncərələri evin. Pəncərələr də bahalı pəncərələrdir. Yəni materialları keyfiyyətli və bahalı materialdan istifadə olunub evdə. Deməli, girəndə solda zal və sağda, sağ hissədə mətbəxdir. Bura mətbəxi. Bu hamam hissə, əl-üz yumaq üçün rakvina və bu tərəfdə hamam. Başda ayaq yoludur, yəni hamam və ayaq yolu eyni deyil. Bir yerdə də öyle ayrı-ayrıdır. Bu hissədə yataq otağı. Və bundan üzbüzdə digər yataq otağı var. Burada əşyalar olduğu üçün hal-hazırda buranın kərsin, çəkəsi döyüləm, amma burada səliqəlidir.